Dostlar, bu bahalı ucuz seriyasını çəkəcəm. Neysə, bismillah deyirik, videomuza keçirik. Burada 10 qəpikdən 2 manat 50 qəpiyə qədər yeməklər var və bu gün onları çəkəcəyik. Başlayaq. Baxın, bir 10 qəpiklik, 30 qəpiklik, 40 qəpiklik, 50 qəpiklik, 1 manatlıq və son olaraq 2 manat 50 qəpiklik. Bunları sizə özəl aldım və tamına 5 manat xərc elədim. Neysə, başlayaq. Bunları 2 dəqiqə gözləyin, mən stola yığım. Dostlar, stola yığdıq. Başlayaq birinci 10 qəpikliyimizdən. Ekşiyi. Yəqin ki, bilirsiniz, uşaqlığımızın saqqızıdır. Neysə, bunu qaytarıb qabına qoyuram. Sonra çiynəyəcəm bunu. Keçək 30 qəpikliyimizə, adına baxaq. Touristu. Yəqin çoxunuz bundan yemişsiniz. Çox dadlıdır və ucuzdur qiyməti. Mən yəni xoşlayıram. Bunun yarısını çıxardıram ki, yarısını da videodan sonra yiyərəm. Baxın, içi belədir. İndi kamera yaxşı göstərməyə bilər. Gözəldir dadı. Əvvəldən yemişəm mən. Keçdik 40 qəpikliyimizə. Yəni sizə görə dostlar, axşam çıxıb getmişəm mağazinə. İndi bu video səhər tezdən yayınlanacaq, yəni günorta zat vaxtı. Çoxunuz deyəcəksiniz ki, nə axşamı, sən günorta paylaşmısan. Məndə internet olmadığı üçün qonşumla yükləyəcəm. Dostlar, gözəldir dadı. Gözləyim, adı rus dilindədir, qoy oxuyum. Solnivişko. Adı Solnivişkodur. İndi keçək 50 qəpiklimizə. Adı Harrozdur. Yəqin ki, yemişsiniz. Açaq. Baxın dostlar, içi belədir. İndi bu səfər ananasda aldım, sonra başqalını alayam. Dadı superdir. İndi isə keçək 1 manatlığımıza. Çoxsu yormayacaqlar. Nə 1 manat və 50 qəpikdir biz tərəfdə. Amma biraz yekəsindən aldım, 1 manatlıqdır. Adını oxuyuram. Croissant, yəni qısacası croissant. Baxın. Reklamlardakı kimi axışmır şokoladı. Dadı superdir. İndi isə gözləyin dostlar, 2 manat 50 qəpikliyimizə keçdik. Onu bardağa süzüb gəlirəm. Dostlar, süzdüm krujkaya.
Yəni çoxumuz deyək ki, bu Coca-Coladır. Nə içirsən, Coca-Colanı içməyənlər də var, tapmayanlar da var. Yəqin ki, demək gərək yoxdur. Coca-Colanın dadı superdir. Mən həmişə qutaranda alıram. Nəysə dostlar, yeməyimiz qutardı. Biraz yəni ki, yeməyə həmişə başlayanda bismillah demək lazımdır. Quranda yazılana görə, yəni mən də adımı dəyişdirmişəm. Allahu Əkbər qoymuşam YouTube-da adımı. Yəni Quranda yazılana görə əgərlərim yeməyə başlayanda və yaxud bir şey yeyəndə bismillah deməsəniz, şeytan o yeməyi özünə halal bilir. Amma unutsanız yeməyin ortasında belə bismillah desəniz, o şeytan həmin yeməyi özünə haram bilir və buna görə də həmişə yeməyə başlayanda bismillah demək lazımdır. Və yaxud yol getdikdə ya Əli, ya Məhəmməd demək lazımdır. Belə bir bilgilərin gəlməyini istəyirsinizsə, Quran kitabı haqqında gələcək videomda, əgər bu videodan sonra kanalıma 100 abunə gəlsə, sizlə bərabər Quran kitabı oxuyacağam. Sağ olun, salavat qalın.